Leman bu yayımda uzun müddətdir TikTok'da olan durğunluğu ve həmçinin onun da çox mövzularda susub keçdiyinin bezdiyini göstərir bir növ. Bu yayım artıq biraz nələrəsə cavab verir bu yayımda. Siz də izləyin, öz fikirlərinizi bildirin. Bilirəm ki, Leman'ı severek izleyenler çoktu. Bu videonun altında da siz de öz fikirlerinizi yazın. Videoya keçid edirəm. Keçid etməmişdən öncə rica edirəm videonu like edək. Səhv salma. Mən bu TikTok'ta 5 ildir tanıyan tanıyır. Yavını da yapışdırıram sözümü. Düşük. Buna deyirsən, ona deyirsən. Ona buna söz gətirə-gətirə cəmaata düşmən eləyiblər. Mən insan kimi sual verdiniz, oruç tutacaqsan. Basın ben, tutacağım. Ebzi billahi, ebzi billahi, ebzi billahi. Artisti. Ay bala tuta bilmirəm də, nə istəyirsən? Tuta bilmirəm, ona bəzdə iftar qonaqlığı verirəm. Nə istəyirsən mənə? Soruşdu cavabını verdim, gəlin yıxıl sürüyün məni. Çıxmır bəzlərin başında. Söz deyirəm peşman oluram. Ağzım bütün günü söhbətdədir. Ağzımdan qeybət çıxacaq, söhbət çıxacaq. Orucu ondan sonra tutmayayım. Canlı atıram, istər-istəməz quşlayacağım. Öyle bir oruç tutmaq asandır. Her adam bacarmır orucu. Layiqincə tutmağa. O orucu tutup gözləyəcəm ki, yeməyin vaxtı gəlsin, susamışam, suyun vaxtı gəlsin. Ondan sonra tutmayayım mən onu. Ondan sonra gedib oruç tutan bir insana qonaqlıq verin, vallahi onun səbəbi ondan 1000 dəfə yaxşıdır. Bacı mən tutamıram, açıq sözünü düzün deyirəm. Allah güc qüvvət versin, tuta biləm, amma tuta bilmirəm. İnsanam da bacara bilmirəm, məcburdur. Qəribə danışırsınız. Onda mən kafirəm. Onun əvəzini gedib belə çıxıram, tutamıram da insanam. Həm mədəmə görə tuta bilmirəm, də tuta bilmirəm. Hop. 3 gündən 3 gündən artıq tuta bilmirəm mən. Neçə ildə oruçluqda mən 3 gündən artıq tuta bilmirəm. Quran haqqı. Özümü nə artistə qoyum, tutamıram da. Sənin orucunda qəbul olmaz. Sən uşa buna xəbər gəldi. Buna uşa SMS yazdılar. Buna SMS yazdılar. Hamımız ağappaq kağızsız. Heç birimizin bu dünyada səhvi yoxdur. Hamımız bütün günü namaz üstəsiniz. Meçiddə bu artıq yazanlar. Ağappaq kağızsız. Çox sağ olun hədiyyələrə görə. Maşallah, maşallah. Cənnətə getməyə ehtiyac yoxdur. Mələklər yığılıb bura. Quyruğu qapaq arasında qalan kimi məndən betər. Allah baba qurban ölüm, ay Allah, ay Allah. 1266 il, 62 il molla qapısında yatıp sonra da su tatusuna, ay Allah, mən kimə nə qalmışdım, ay Allah, ay Allah, çıxartdım balalarımın qabağına, ay Allah, mən kimin toyğuna istemişəm, çıxartdım mən, ay ha. Siz də bu çörəyi verin bir dənə yetimə. Artistdən başqa çıxa bilmirsiniz bəziləriniz. Mən indirəm, Allah xətrinə edirəm, Allah qıraqda edirəm. Ürəyin təmiz olsun, əməlin düzgün olsun. Biraz insan səmimi danışanda qəbul edin. Bəziləriniz öyrəşmişsiniz saxtalığa, artistliyə. Saxtalıq qəbul edirsiniz sizin bəziləriniz. Çalışın insanı səmimi qəbul edin. İnanın Allaha həyatınızda hər şey yolunda gedəcək. İçinizin qurdunu, fəsadlığınızı atın bir qırağa. Və mən boynuma alıram. Məndə var o xarakter. Əsəbləşirəm, məsəl üçün patruqamı qısqanıram, məndən başqasına danışanda hirslənirəm, kiməsə əsəbləşəndə kinlənirəm. O xüsusiyyətlərimi qoymuşam bir qırağa. Elə olanda super olur. Mənə ən böyük pislik eləyən insanları belə bağışlamışam. Öz ürəyimdə bağışladım. Rahatladım. Heç kəsə də kafamı takmıram. Heç kəs vecimdə də deyir. Rahatladım. İçimdə kimə qarşı kinim var idi, onu götürdüm, qoydum bir qırağa. Dedim ki, Allah özü həll eləsin. O qədər rahatladım, inanın Allaha. O qədər rahatladım ki. Paxıllıq hər bir insanda var. Heç kəs deyə bilməz ki, məndə bu boyda belə paxıllıq yoxdur. Hər bir insanda o paxıllıq deyil. Hər bir insanda bu boyda da olsa xoşu gəlir ki, insan rəqabət aparsın. O paxıllıq deyil əzizim. Paxıllıq tamam başqa şeydir. Paxıllıq gedib kimisə ərin əlindən almaqdır. Padruqa bu xoş gününə sevinməməkdir. Paxıllıq gedib onun pulu var, sənin yoxdur, yanmaqdır. Kimi sevini dağıtmaqdır. Paxıllıq tamam başqa şeydir. Amma həyatla mübarizə aparıb özünü başqasından daha da yuxarılara aparmaq başqa şeydir. Paxıllıq başqa şeydir əzizim. Sən paxıllığı ondan səhv salma. Az elə yaxşıdır, narahat olma. Sən, bax sənə o mənə paxıl deyən insan sual verirəm. Sən istəyərsən ki, məsəl üçün, sən bomboş günündə gəzəsən, kimsə səndən yaxşı yaşasın. Heç kəs onu istəməz. Sən istəyərsən ki, sən yaxşı insana gedəsən, yaxşı həyat yaşayasan. İçində az da olsa qısqanclıq deyil o. Heyfslənmək olacaq ki, mən də o həyatı yaşaya bilərdim, səhv seçim elədim. Düzdür? Niyə? O nə gündədir? Amma mənə bax, bu qədər özümə baxıram, mən o həyatı yaşaya bilmirəm. Və yaxud da bu qədər şeylər eləyirəm.
O məndən əksik adamdır, gündə biri ilə fırlanır, amma məndən yaxşı yaşayır. Onda o paxıllıqdır. O paxıllıqdır, sual verirəm. Hansınızda elə bir xüsusiyyət yoxdur? Heç kəs burada mələk deyil. Hər bir insanın özünə görə öz nöqsanları var. Heç kəs ideal deyil bu həyatda. Heç mən də ideal deyiləm. Paxıllığı qalanda mənim paxıllığımı çəkərlər. Mən kimsə paxıllığını çəkmirəm. Mənim kopyalarım var TikTokda. Mən kimsə kopyalamıram. Gedin 2019-da mənim ekran kayıtlarıma baxın. Ondan sonra gəlin mənə deyin ki, kimsə paxıllığını çəkirsən. Halal yeyilən bərəşət haqqı, isti zindan haqqı, qızıllı Qurana and olsun. Çox sözüm burada mənə oxşadır. Mən özümə heç kəsə oxşatmıram. Başa düşdü? Mənim yolumu getməyə çalışıram. Mən kimsə yolunu getmirəm, kimsə paxıllığını çəkim. Mənim paxıllığımı çəkə bilərsən. Bax sən o yorumu, artıq əsi yorumu yazan. Mən kimsə paxıllığını çəkmirəm burada. Niyə paxıllıq çəkim ki? Min şükür Allaha. Min şükür Allaha. Normal izləyicilərim, azdan çoxdan qazanıram. Tək ayağımın üstündə durmağı bacarıram. Allaha min şükür. Çöldə qalmıram. Açıqda deyiləm. Namusumu satıb pulumu qazanmıram. Gündə bir dənə kişimə barmaq eləmir. Gündə bir dənə kişinin hədiyyəsinə görə gedib stolunda oturmuram. Hər bir adam, heç bir insana belə şey qismət olmur. Oturasan qadın halından, öz başına qazanasan, seviləsən, kütülə yığasan. Sən mənim paxıllığımı çəkə bilərsən. Elə çəkə-çəkə də qalmısan. Başa düşdün? Mən özümü tərifləmirəm, olanı deyirəm. Xoşum da gəlmir, dur bas bayra buradan. Zato ərsizsən, oğlum da ərsiz. Bu dəqiqə istəsəm ərə gedərəm az. Bu dəqiqə istəsəm ərə gedərəm. Özü subay oğlana gedərəm. Səndən mərcə də girərəm. Elə gedərəm, qalarsan yana-yana. Ne edirəm az ərə? Nə var az ərdə? Hər şey yapışmısınız elə ər. Nə olub az? Nə ər xəstəliyidir az bəzilərimizdə? Nə olub az ki, ər olanlar belə xoşbəxtdir? Nə olub az? Nə olub az? Nə var az ərdə? Ər, nə olub az? Nə olub? Belə bir meydal asacaqlar. Nə olub az? Ya bəzilərimiz elə bir nə olub az? Az mənə ər lazım olsaydı mən özüm ayrılmışam ərimlə. Mən özüm ayrılmışam. Bilmək istəyirsənsə, əgər mən özüm ayrılmışam. Yadında saxla. Mənə ər lazım deyil. Ne edirəm mən əri? Ər xəstəsi olsaydım oturardım da ərdə. Ne edirəm əri? Nə olub ki? Ərdən pis yaşayıram. Gör mən bundan artıq yaşadacaqdı. Yaşayıram da özüm üçün. Ərsiz də yaşamaq olur həyatda. Niyə olmur ki? Allah qadınlarımızı xoşbəxt eləsin. Amma ərsiz olmaq bədbəxt olmaq demək deyil. Kimin əri var Allah xoşbəxt eləsin. Olmayanlar da demək deyil bədbəxt deyil. Xoşbəxt olsaydı ayrılmazdı. Ər. Elə bilirlər elə hər ər olan xoşbəxtdir. Kül bəzilərimizin başına düşüncə tərzimizə tullanım. Qalıb dədənlə anan qapında klok. Ərim. Bəzilərimizin bazarlığına qədər dədəmiz anamız alır. Nə ərə qalmısan az burada? Kül qoyun başına. Status'a bir dənə əri ilə profil qoyacaq deyə qalıb ürəyi var. Dur qızı buradan mənim canlımdan. WhatsApp statusuna padruqasını yandırmaq üçün, kimsə yandırmaq üçün şey qoyacaq. Photoshop eləməkdən öldün ay sən. Sən Photoshop eləməkdən öldün. Ay onu mənə yazan. Photoshop eləməkdən öldün sən. Düşük. Bu Tomuşa bax, Tomuşa, qurumuşa. Peki sən özün çəkirsən, özün də məni takip edirsən. Küs səni boş ver. Tomuş, dur qızı da az burada. Seviyyəsiz. İstəyirsə adı yazın, burada dava yaratsın. Ərə getməkdən asal şey var. Bu dəqiqə gedərəm ərə. Ərlər bezdirdilər. Düşürdülər də ara qatırlar. Ərlər düşürlər. Acığa da ərə getmək olmur. Acığa ilə gedərəm. Nəyə gedim acığa? Burada o sözü bizden yazanlar kimlərdir? Ərin şey alana salana sonra ikinci telefona. Hello baby. Well. Gözü başı qaynayanlar var. Uşağı bağçaya məktəbə aparanda var. Elə gəlinlər. Asfaltlar gəzir gözləri. Mən ailəvi restoranda ofisiant işlədə görmüşəm də. Bizim restoranın ikinci mərtəbəsi elə qız uşağı idi. Devuşka. Onda mənim üzüm gördüm. Üzüm açıldı. İşlədim. Çıxdım cəmaat içinə gördüm kimlərdir. Quran haqqı. Bəzi o dırnaq arası söhbət gəlinlərdən gedir. Ər. Gəlirdi otururdu. Bank işçilər də gəlirdi. Orada gözləşirdilər. Bir dənə kofe içirdilər. 3 saat baxışırdılar. Müdürlə baxışırdı. Müdür oturdu aşağıda, onlar oturdu. Baxışırdılar. Gəlin idilər, gəlin qoşulurdular. Valideyn idilər, gəlirdilər, elə tanış olmuşdular. Otururlar, gözləşirdilər cəmaatla. Quran adından da olsun. Quran haqqı ailə restoranda ofisiant işləyirdim. Çıxırdı yuxarı, yeməyin yeyirdi, bir dənə dönər, ya kola ya kofe. İş adamları da bank işçiləri saat 2-də falan gəlirdi. Kişini qınamıram ki. Tanıyırdılar da məni, necə il işləyirdim orada. Mən falan menyularını bilirdim. Baxırdılar mənə belə gülürdülər, bilirdilər, dur mən tutmuşam teymanı. Sən süddən çıxmış ağ qaşıqsan, nə əlaqəsi var ay xanım? Nə əlaqəsi var? Mən danışdığım sözün süddən çıxmış ağ qaşıqa nə əlaqəsi var? Söhbət edirəm burada.
İşte adamın üzü göz açılır da, şəhərə çıxa-çıxa. Hansı qız evdə oturub üzü açılır? Heç kimin. Çölə çıxanda müasirləşirsən də, geyim keçim görürsən, moda görürsən. Ondan bundan baxıb geyinirik də, ona buna baxıb eləyirik. Özünüzü nə dartıb qoymusunuz ki dağın başına? Xarici şalvar, cırıq şalvar birinci xaricə gəldi, sonra bizə gəldi də. Yox, səndə var idi elə başdan ayağa. Öz bir ayağa qoymusan gicli, bütün gün qalmısan xarici səhifələrdə. Görsə bomba qızsan az. Hamı küçəyə bayra çıxıb olğunlaşır da. Evdə oturanda təbii ki beynin kütləşəcək. Seriallara baxa-baxa kütləşəcəksən. Bir cəmiyyət içinə çıxmaq lazımdır, neylərsə görmək lazımdır. Staretkan da Eversage. 15 yaşında yox, belə 13 yaşında. Sən dəxli var mənim üzümlə olub. Dur get işinlə məşğul ol.